Salam əziz şagirdlər, hörmətli izləyicilər. Bu günlərim nə haqqında danışırıq? Sınav 3. Deməli, 9 buraxılış imtahanına düşmə ehtimalı olan suallar sınav 3. Birinci sualımız. Sürətimizi nə edəcəyik? Müxtəsər vurma düsturuna görə açılışını veririk. Bu 1-in kubu kimi qəbul edəsək, x çıxılsın 1, x kvadrat üstə gəlinsin, x üstə gəlsin 1, məxrəcdə x kvadrat üstə gəl, x üstə gəl 1-dir. Bunlar ixtisar gedir. Tamam mı? Bizə də x'i 5 vermişdik, aparıb yerinə qoyacağıq. 5 çıx 1 bərabər 4. Bu qədər bəsit. İkinci sualımıza keçək. İkinci sualımızı, bunu da 1 üstü 4 kimi götürək. Tamam mı? Onda nə edəcəyik? X kvadrat x üstü 4'ü x kvadratının kvadratı çıxılsın 1'in kvadratı kimi qəbul edək. Yəni 1 üstü 4, 1'in kvadratı hamısı eyni şeydir. Məxrəcimizdə 2 qruplaşdıracağıq. Bu ikisindən ortaq məxrəc. Ortaq vuruq. Sonra x kvadratı çıxdı. Yerdə qalır x üstə gəlir 3. Bu ikisində ortağımız -1. -1'i çıxardıran mörtəzə xaricində yenə x üstə gəlir 3 qalır. Hər ikisində ortaq vuruğun x üstə gəlir 3. O zaman x üstə gəlir 3'ü çıxardıran mörtəzə xaricinə qalır x kvadratı çıx 1. Sürəti müxtəsər vurma düsturuna görə açılışını yazsam, nəyinsə kvadrat çıx, nəyinsə kvadrat necə olurdu? Bir dəfə fərqləri, bir dəfə cəmləri. X kvadratı çıx 1, x kvadratı üstə gəl 1. Nəticə etibarilə x kvadrat çıx 1'lər ixtisar gedir. Qalır x kvadrat üstə gəl 1 böl x plus 3. Bizə burada şərtlərdə ifadəni sadələşdirin deyir. Demək olar hamısında aşağı yuxarı elədir və ya ifadənin qiymətini tapdı. Gəldik 3-cü sualımıza. 3-cü sualımızda yenə sürət bizə hansı müxtəsər vurma düsturunun açılışını verir? Hansı düsturun x üstə gəl 2'nin mörtəzə kvadratını verir? Məxrəci də x'in kubu üstə gəl 2'nin kubu açılışı ilə açacaq. Yuxarı x üstə gəl 2, x üstə gəl 2'dir. Biraz belə daha anlayışlı, görsənsin deyə yazdım. Məxrəcimiz bizə verir x üstə gəl 2. X kvadrat üstə gəlinsin 2x, üstə gəlinsin 4. Buradan x plus 2'lər gedir. Yerdə qalan ifadə bizim cavabımız olur. Sadəcə ifadəni sadələşdiririk. Gəldik 3-cüyə. 4-cü, 3'ü dedik. 4-cü sualımız. Bizdən x, y verib, x üstə gəl y verib. Nə istəyir? X kvadratı üstə gəl y kvadratı. Düsturun açılışı. Budur, düzdürmü? Kvadratı ilə. O zaman gətirək yerinə qoyaq. X üstə gəl y-imiz neçədir? 18. 18'in kvadratı. Çıxılsın 2 vurulsun 32. 324'dən 64 çıxsa eləyəcək 260. Növbəti sualımız 5. 5-ci sualda deməli A kubu üstə gəl B kubunu istəyir. Yenə cəmi verib, hasili verib. Bu dəfə A kubu üstə gəl B kubunu istəyir. Bunun da xatırlayırsınızsa mən sizə demişdim ki, imtahanlarda düşən sualların çoxu bayaqki misalda olduğu kimi də burada da daha çox törəmə düsturlarına işləyirik. A kubu üstə gəl B kubunun törəmə düsturunun açılışı nə verirdi mənə? A kubu üstə gəl B kubu xatırlayanlar varsa kubu çıxılsın 3AB A üstə gəl B. Digər düsturla eləmək olar mı? Olar. Sadəcə orada ikinci mörtəzəni yenidən sadələşdirmək lazım olduğuna görə biraz uzanır. Burada hazır düsturu bildiyimiz zaman yerinə qoyub edirik. A üstə gəl B neçədir? 11'in kubu çıxılsın 3 vurulsun hasilləri 28 vurulsun cəmləri yəni A üstə gəl B 11. 11'in kubu neçə edir? 1331. 1331. Bunların hasilinə vermələr. Yəni tez hesablayaq. 616. 600. Yox 924. 924. 924 çıxanda tez.
Ne oldu, ne oldu? Ay, kalkülatörle geçirsən. Hə? 407. 407. Gəldik 6-cı sualımıza. Canım, bu düstur mütləq. Bu düsturla, bax, bayaqçı bunu bir daha qeyd edirəm. A kvadrat üstəgəl B kvadratının A üstəgəl B-nin kvadratı çıx kâbi və yaxud da bunun digər versiyası var. O da nə zaman? Burada şərtdə nə verir? Üstəgəl. Əgər burada şərtdə çıxın versə, bunun A çıxılsın B-nin kvadratı üstəgəl 2AB versiyasını istifadə edəcəm. Tamam mı? Bax, üstəgəl verib deyə bu versiyanı açsın. 4-cü misalda. Çıx versəydi, bu versiyanı açıb verib yerinə qoyacağım. Sadəcə burada yəni düşünməyə ehtiyac yoxdur. Yəni başqa analiz qabiliyyəti falan heç bir şeye ehtiyacımız yox. Gəldik 6-cı sualımıza. 6-cı sualda A üstəgəlsin 1 bölünsün A bərabərdir 2 tam 6'da 1. Bizdən A istəyir A kvadratı üstəgəlsin 1 böl A kvadratı. Yine eyni düstur. Bayaq yazdığım A kvadratı üstəgəl B kvadratının düsturu. Nə verəcək açılış? Düstur nədir Zeynəb? Bayaqçı A kvadratı üstəgəl B kvadratını. İncə yazdıq. Aha, vicdansız Zeynəb. Bax. Hə, A üstəgəl B'nin kvadratı çıx kâbi. İndi bunu eyni düstura görə yazacağım ay Zeynəb. Bax, bu nəyin kvadratıdır? Nə görürsən burada? A'nın kvadratı. Bu nəyin kvadratıdır? 1 bölü A'nın kvadratıdır. Tamam mı? Onda bu üstəgəl bu, yəni A üstəgəl 1 böl A'nın mörtəzə kvadratı çıxılsın, 2 vurulsun. A vurulsun, B'nin yerində də bu durur, 1 böl A. Burada A'lar ixtisar gedir. Yerdə nə qalır? Bunun kvadratı çıx 2. 2 tam 6'da 1'in kvadratı necə edəcək? Bunu çevirərəm. 6'da 13. 6'da 13'ün kvadratı edəcək 36'da 169 çıxılsın 2. 169'u 36'ya bölsək, neçə dəfə düşür? 4 tam 169. Hə, 4 tam 36'da 25 eləyirsən. 169 eləyir. Hayır, dövr alınır. Nəsə belə saxlayaq. Çıxılsın 2, o da bərabərdir. 2 tam 36'da 25. Səbəbisi tamam. İnşallah ki, yanlışlıq eləmədik. Keçək 7-ci sualı. Yettidə nə deyir? Yenə eyni düstur. Zeynəb inşallah ki, bu dəfə qeyd eləmsən. A kubu üstəgəl B kubun açılışı nə idi? Törəmə düsturu nə idi? Aha, A üstəgəl B-nin mörtəzədə kubu. Onda A üstəgəl 1 böl A-nın mörtəzə kubu çıx. 3 vurulsun bunların hasili. Vurulsun bunların yenə cəmi. Tamam mı? Burada A vurulsun 1 böl A. Bunlar ixtisar gedir, yenə 1 verir. Bizə də 7-nin şərtində cəmlərin verib. 2 tam 2'də 1. Kötü yaz yerinə. Yazaq mı? Yazaq. 2 tam 2'də 1'i gətirib yerinə yazsaq, olacaq nə? 2'də 5 kubu çıxılsın, 3 vurulsun, 2'də 5. Hesablayaq. 2'də 5'in kubu. 5'in kubu neçə edir? 125 bölünsün 8 çıxılsın, 2'də 15. Bunu ortaq məxrəcə gətirsək, 8'e gətirsək, eləyəcək deməli. 8'də 125'dən 64 çıx. 60 çıx. 125'dən 60 çıx neçə edir? 65. O da bizə nə verir? 8 tam 8'də 1, yəni 8 tam 1000'də 125. Sana qeyd elədin mi? Evet. Keçdi 7, dedik, keçdi 8'e. 8-ci sual biraz fərqli tipdir, bayaq yazdıqlarımızdan və çox rahat sualdır. Zeynəb, sən nə edirik burada? İradə bilir, ona görə ondan soruşmam. Bunu vururuq çarpma şəklində bir tərəfə. Nə alınır? A çıxılsın B bərabərdir 7B'yə. Buradan mənfi B-ni digər tərəfə atanda müsbət. Olacaq nə? A bərabərdir 8B. Apar qoy yerinə. Tamam mı? Bizə nə istəyir? 3A üstəgəl B bölünsün 4A çıx 2B'ni.
Hər A'nın yerinə 8B yazsam, burada A'nın yerinə yazanda 24B üstə gəlsin B bölünsün. Buraya yazanda 32B çıx 2B. O da bizə verəcək 25B. Burada da eləyəcək 30B. B'lər ixtisar gedəcək. 5'e ixtisar gedəndə qalır 6'da 5. Sual var mı? Keçsək növbəti 9-cu sualımıza. 9-cu sualda A kvadratı üstə gəl B kvadratı bərabərdir 25. A vur B bərabərdir 12, mənfi 12. Yenə bax, yenə eyni şəkildə törəmə düsturumuz. A kub üstə gəl B kubunun açılışına verir mənə. A üstə gəl B'nin kubu çıx 3AB A üstə gəl B. Bu arada bunun çıxla olan açılışı da var ha. A kubu üstə gəl B kubun açılışı budur. A kubu çıx B kubunun açılışına verir mənə. A deməli üstə gəlməsin. A üstə gəlməsin, üstə gəl yox. A çıxılsın, çıxma dedi. A çıxılsın B'nin kubu, üstə gəlsin 3AB. Burada A üstə gəlsin B. Tamam mı? Bu da bizə bu çıxının açılışını verir. Deməli, indi burada nə edirik? A üstə gəl B'miz neçə verir bizə? Verirmiş hətta A üstə gəl B'ni? Verməyib. Ona nə edəcəm? Hə? X konusu. Aha. Necə edək? X'i qoyacaq nədir ki? Bax, bunun ümumiyyətlə açışı nə verirdi? Bayaq düsturuydu. A kvadrat üstə B kvadratın açışı. A kvadratı üstə gəlsin B kvadratın açışı. A üstə gəl B'nin kvadratı. Çıxılsın 2AB düsturuydu. Düzdür? A kvadrat üstə B kvadratını qoyuram yerinə 25 bərabərdir. A üstə gəl B'nin kvadratı. Çıxılsın 2 vurulsun. AB'miz neçə idi? Mənfi 12. 2'nin mənfi 2'nin mənfi 12 vuracam müsbət 24. Atacam digər tərəfə 25 çıx 24. O da 1 edəcək. A üstə gəl B'nin kvadratı bərabərdir 1'ə. Yəni A üstə gəl B 1'ə bərabərdir. A üstə gəl B'ni 1'ə bərabər tapdırsa qoyaq yerinə. Bunun yerinə qoyacam 1'in kubu. Çıxılsın 3 vurulsun. AB'miz mənfi 12'dir. Vurulsun A üstə gəl B. O da 1 idi. Vur 1. O da eləyəcək 1 üstə gəlsin 36, cavab 37. İnşallah ki, sualımız yoxdur. Keçək son sualımıza. Son sualımıza. 10-cu sual. 10-cu sualda nə deyir? X bölünsün Y bərabərdir 4 bölünsün 7. 2x çıxılsın 4y bölünsün 5x. Uşaqlar, yenə bayaqçı kimi çarpaz şəkildə vurub x-dən y əvəz edib yerinə qoya bilərsiniz. Biraz daha rahat nə edə bilərik? X-a 4k, y-ə 7k desək, apar qoy yerinə. Nisbətləri verilibsə, bunu k ilə əvəz edə bilərik. Deməli olacaq 8k çıxılsın, 4 vurulsun 7k. Necə 28k. Bölünsün 5-in də yerinə, x-in yerinə 4k yazsaq, 20k. Mənfi 20k bölünsün 20k. O da edəcək, cavab mənfi 1. Sual var mı? İnşallah ki, sizin üçün də yararlı olar. Zəhmət olmasa nə edirsiniz? Bəyənirsiniz, rəy yazırsınız və sonra nə edirsiniz? Yararlanırsınız. Növbəti videoda görüşənədək.